Zəng vurur bir gün sevgilim mənə. Deyir ki, hazırlaş əzizim, axşam gedir restorana. Ve budur, hazırlıklar başladı. Manikür, pedikür, kaş, göz, kiprik, ukladka. Yok ukladka, buruk olsun saçlarım qara. Yok bugünleri sarı ya da kırmızı ol. Əsas adı qəşəng olun. Bugün ne giyinim? Şalvar, yok plat. Ayka ne giyinim bugünleri? Saya ne giyinim bugünler? Maşka, bilmirəm ne giyinim bugünler. Baba ne giyinim? Oy baba. Baba, ben bugün Güləgildə qalacağım. Yaxşı, zəng vurarsan yeslişdə. Gülə! Babaya dedim ki, ben bugün sizdə qalıram. Yandırma da Tolka. Zəng eləyən olsa necə yatmışam. Zema göndərdim WhatsApp, baxdım paltara. Geyinim onu. Yox, kök görsənirəm. Hazırlıqlar hələ də davam edir. Epilyasiya. Ama mən qəşəng olmalıyam. Hələ ayaqqabı da tapmadı. Taksilə gedib ayaqqabını Saykadan götürdüm. Və budur, mən hazıram. Maşka! Və mənə zəng gəlir. Hay can! Aha, hazıram. Oturmuşam, səni gəzdirəm. Alınmır. Uşaqlarla olsan. Okey. Alınmır səndən! Başından raptın! Mən əsəbləşmirəm. Yox. Necə əsəbləşmirəm? Spread it across the country. Here we go.